Salam, xoş gördük sizlər, hörmətli abituriyentlər. Xəritə üzərində 3-cü dərsin izahına başlayıram. Bu dəfəki xəritəmizdə feodalizm dövrüdür. Testin şərtinə diqqət edək. Xilafətə qarşı müsafirin başçılığı ilə üsyanın başlandığı şəhər. Ərəb əsarəti dövründə deməli, xilafətə qarşı müsafirin üsyanı başlamışdır birinci. 748-752. Deməli 748-752-ci illərdə bu üsyan baş vermişdir. İkinci üsyan isə Xürrəmlər hərəkatıdır. Müsafirin başçılığı ilə üsyan həm Əmməvilərin, həm də Abbasilərin hakimiyyət dövrüdür. Əmməvilərin hakimiyyət dövrü 663-750, Abbasilər isə 750-1258-dir. Deməli, biz bura diqqət etsək testin şərtinə. Müsafirin başçılığı ilə üsyan təyin olunur xəritədə və bu üsyanda Beyləqan ərazisində baş vermişdir. Biz əvvəlcə vəsaitə diqqət edək. Beyləqanın yerləşdiyi ərazini biz buradan təyin edirik vəsaitdə. Sonra isə testi işlədikdə həmin ərazini yadımızda saxlayırıq. Deməli, xəritədə də bu əraziyə düşür birinci ərazi. Demək, testin də cavabı E variantı.